Koeffisient yazmağın nəyə günahdır? Günahdır ümumiyyətlə bu koeffisient yazmaq. Koeffisient qumar da. Qumar, mən Şot yazmaq, qumar, oyunda. şot yazmaqda bəli. Hə, oyunda şot yazmaq bəli günahdır. Ağlımı işlədirəm, baxıram ki, Köhnə oyunlara baxır falan. hə, köhnə oyunlara baxıram, təcrübə. Bir şey haramdırsa, çox sənin əziyyət çəkməyin artıq onu hal edəmir. Bu şey haramdır. Konkret var Quranda. Konkret var bəli. Dostum, səhvi burada tut. Bax, futboldan danışıram. Quranda ola bilməz axı. Qumar deyilən bir şey hər hansı bir hadisə üzərindən o şeyin deyək ki, reallaşıb, reallaşmayacağı üzərində bir pul ortaya qoyub müəyyən insanların və o şey baş verəndən sonra və yaxud baş vermədikdən sonra o pulun müəyyən bir kütləyə gedib digərlərinin həmin pulu itirməsidir. Dostum, sən nə qədər çətin danışdın. Avam adamam mən. Xoruz döyüşdürürsən. Xoruz döyüşdürürsən 2 nəfərdir. Hə, 7-ci əsr ərəb toplumu. bəli. Xoruz döyüşdürürlər. Sən də 5 manat qoydun, mən də 5 manat. Hə. Sən deyirsən ki, udasıdır. Hə. Mən deyirəm udmayasın. İndi ikisindən biri olsa da ya udası, udmayasın. Bəli. Tamam. Xoruz uddu, pulu götürdüm. Mənim pulum getdisə, bu qədər. İndi müasir dövrdə də futbolda sən deyirsən ki, Real Madrid udasıdır. Mən deyirəm ki, Real Madrid uduzacaq. Hərimiz 5 manat qoyduq. Eyni prosesdir. Ya udur, ya uduzur. Birimizin dediyi reallaşanda birimiz uduruq, birimiz uduruq.